Belə. Nə oldu bana? Ana rekord. Rekord səs gəlmir. Başa. Record strategy. Aha. Bəli, bizi dinləyən hər kəs salamlayıram. Qarşıda çıxış eləyir. Mən Məmməd Otural və qismət olsa bugünkü dərs sahə müddətində sizlərlə birlikdə olacağam. İndi isə say sistemlərinə aid imtahan düşən suallar çərçivəsində davam edirik. İnşallah, bax, 2-likdən 8-liyədir, 8-likdən nə bilim 10-luğadır, 10-luqdan 8-liyədir, 10-luqdan 16-yadır, 10-luqdan 2-liyədir təsəvvür. Bunları bildiyinizi bilərək çətin suallardan davam edirik ki, hansı ki imtahana düşsə mən çətinlik çəkə bilərəm. Məsələn, birinci sual bu tipdə sualdır ki, bunda biraz çətinlik çəkə biləcəyinizi düşünürəm. Sual belədir. Onluq say sistemində verilmiş, ikilik say sistemində olsun. İkilik say sistemində verilmiş 111 dənə birdən ibarət olan, 111 ikilik ədəddən ibarət olan və yaxud 111 birdən deyirəm, ibarət olan ədədi 16-lıq say sistemində çevirdiyim zaman neçə rəqəmli ədəd alınır? 111 dənə 1 var. Bəli. 16'a çevirelim. Bəli, 16-lığa çevirəndə neçə rəqəmli ədəd alınır? Yox, hələ bu sualda yox demək. Ancaq birilərdir. Ədədini 16-lıq say sistemində çevirdikdə neçə rəqəmli ədəd alınır? Və birinci rəqəmi neçədir? Evet, hamısı. İndi bu sualın birinci hissəsi idi ki, neçə rəqəmli ədəd alınır? Sualın ikinci hissəsi daha vacib hissəsi. Birinci rəqəmi neçədir? Ola bilər. Necə tapmaq lazımdır bunu? 111 dənə 1 deyir deyə mən 16-lığa keçəndə bu 111 dənə ədədi neçə böləcəm? 4. Onu 111-i 4-ə bölmək lazım. O da eləyər 27 dəfə. Qalxım neçə qalar? 3 qalıq qalar. Yəni mən bunları 4 böldükdən sonra əvvəldə neçədən 3 qalar? Daha doğrusu neçədən 1 qalar? 3 dənə 1 qalar. Ümumilikdə 27 dənə ədəd arxada var. Əvvəldə də bir dənə ədəd varsa 28 ədəd var. Deməli 28 ədəd alınır 16-lıq say sistemində. 8-liyə çevirsəydim neçəyə bölərdim? 111-i 3-ə bölərdim. Eyni qayda ilə necə qalıq qalsaydı üzərinə bir dənə 1 gələrdim, olardı. Hər neçəsə indi onu bölüb taparsınız. Sualın ikinci hissəsi isə bu idi ki, neçə ilə ədəd başlayar? Əvvəldə neçədən 1 qaldı? 3 dənə. Neyini nömrələməkdir? 1, 2, 4 ilə əvvəldə bir dənə 0 gəldi, düşdü. Bu da neçə elədi? 7. Deməli 7 ilə başlayır. Qalanki ədədlər də hamısı neçədir? Hamısı 7-dir. Neçə dənə var? 27 dənə. Sonra bunu qoşaq. Getdik. Digər sual. Və digər sual belə ola bilər ki, 8-lik say sistemində verilmiş 11 dənə bir ədədi verilmiş 11 dənə bir ədədi 16-lıq say sistemində neçə rəqəmli ədəd? Belə bir orijinal sual. İndiyə qədər heç yeri görmədiniz. Mən indi ağlıma gəldi. Neçə rəqəmli ədəd? Bir rəqəmli ədəddir 16-lıqda. O zaman 11 dənə deyirəm ki, 1 8-likdədir. 11 dənə 1 8-likdədir. Ola bilər. 16-lıq say sistemində neçə rəqəmli ədəddir? 6 dənə mənim. Bilmirəm. Ola bilər. Bir dəqiqə sonra bir yerdə baxarıq.
Sən düşünməlisən. Mən izahda deyəcəm. Yaxşı. Son 30 saniyə. Saniyəsində bir dənə tələbəyə zəng edib görək hardadır. Mənim işim gücüm yoxdur da. Deməli uşaqlar 11 rəqəmli ədəd verilibdir və bu 8-ci say sistemindədir və bütün rəqəmlər də 1-dir. Mən bilirəm ki, 1-in ikilik say sistemində yazılışı nədir? 8-ci say sistemində verilmiş 1-in 001-dir. Deməli burada neçə 001 var? 11 dənə 001 var. İbat necəsən? Qoşulursan? Cəl. Nədir? 001'lərdir. Neçə dənə olacaq bu 001'lərdən aydındır ki? 11 dənə 001 var. Və mən bunu 16'lığa çevirdim. 11 dənə 001 varsa, deməli, belə düşünün uşaqlar. Bunun 10'unu götürək, bir əvvəldə qalsın. Çünki bir dənə əvvəldəki məni çaşdıra bilər. Arkada 10 dənə 001 var, düzdürmü? Bu 100% var. Bunun qatı şansı yox. O 10 dənə 001 neçə dənə ikili ədəd deməkdir? 30 dənə ikili ədəd deməkdir, düzdürmü? Aysa. İndi gəlin arxadan belə gedək. Arkada deməli 30 dənə ikili ədəd var. 30 dənə ikili ədədi neçəyə böləcəm? Neçə böldürəm mən bunları? 4 böldürəm, düzdürmü? Neçə dəfə düşdü? 7 dəfə düşdü. Neçə elədi? 28. Qalxın neçə qaldı? 2 qaldı. 2 dənə qalıq qaldısa, deməli, bunun əvvəlindəki, ən axırıncının əvvəlindəki 2 dənə nə qaldı burada? 0 qaldı, düzdürmü? Deməli, o 0 yazandan sonra mən bir də bunu nə edirəm təzdən? Təzən 16'lığa çevirəcəm. Bir dənə rəqəm burada alındı. Bu da neyləndir? Atıldı. Böyle. Çok güzel rəqəm değil mi? Başa Bax, belə deyim də sənə. Bunun arxasında 10 dənə 001 olacağını başa düşdüm. Neçə rəqəm edir 10 dənə 001? 30 dənə rəqəm edir. Bunlar 4 bölsə neçə elədi? 28 dənə elədi, 7 dənə rəqəm düşür. O da belə düşünün. Bundan əvvəl 7 dənə ədəd var. Və bunlar hamısı 16'lıqdadır. 2 dənə də qalın qalır. Bax, elə bil ki, bundan əvvəldə 2 qalıq qalıbsa, hansı 2 dənə rəqəm qalır? 0'lar qalır. Razısan da burada. Düzdürmü? Buradan da əvvəl neçə dənə rəqəm var? 7 dənə 16'lıq rəqəm var. Əvvəldə də belə qalıb. 0, 0, 1, 0, 0. Razısan? Deməli, əvvəldə bu qalıb. 0, 0, 1, 0, 0. İndi, əvvəldəki 0 olsa nə etməliydim? Mən baxsam. Atmalıydım. Hə, attım bunu. Bu hansı ədəddir? 1, 2, 4, 8 ilə ömrələyəndə gəlir bu düşün neçə? 4. Deməli, 4 var. Arkasında da neçə var? 7 dənə başqa ədəd var. Neçə dənə rəqəmlər oldu? 8 rəqəmlər oldu. Amma desək birinci rəqəm neçədir? 4. Gördünüz, birinci rəqəmin nə olmağı artıq biraz sambalı sual. Elə bir sual düşə bilərmi? Nə olsam salardım. Çünki asan deyil. Çox çətin də deyil. Sırf məntiqdir də. Getdik. Növbəti sual. Bax, yenə imtahanda düşmək məsələsi daşıyan bir sual. Deyirəm ki, 25 vurulsun 226 ədədi ikilik say sistemində deməyim, 10'luqda verilir. 10'luqda verilir. Bunu 8'ye çevirin. Bunu 16'lığa çevirin. Getdiniz. Sürətli olun.
Say ssenariyanı çox qalmayacaq, vaxtımız yoxdur o qədər. Bəli. 8-liyə və 16-lığa çevirin. Şolar, çevirib cavabları göndərin zəhmət olmasa. Fuad, Zeyon deyirəm. Əziz, yeni qoşulmusunuz. Diqqətlə. Amin. Şolar, vaxt an etibarilə bitdi. Getdik. Eşidilmir? Elə yazıblar. İndi eşidilməz. Çünki zəhkər baxmana. İndi eşidilir uşaqlar. Uşaqlar, səs gəlir. İndi buradan açmışam da. İndi gəlin bunu çevirdiniz. Çevirəmədiniz. Niyə? Mən sizə rekord atmışdım qrupa. Niyə baxmadınız ona? Formal toplama. Hansı səsini çevirəm? 8-yə çevirəm. Gəlin 25-i 8-in qüvvətlərinin cəmi kimi yazaq. 25 neçədir? 8 vurulsun 3 üstə gəl 1-dir. 1-ni 8-liyə çevirəm. Buna vuran neçə? 2 üstü 26. İndi 8 özü 2 üstü neçədir? 2 üstü 226-ya da vursam 3 vurulsun 2 üstü 29 olar. Razısınız? Üstə gəlir 226. Razısınız? Gəlin ardından edir. İndi mən bunu vardı buradadır. 3 vurulsun 2 üstü 29. 8, 26, 29. Bərabərdir. 8-də çevrəndə qüvvətini neçəyə bölməliydim? 3-ə bölməliydim. 3 qabaqdakı 3 olduğu kimi qaldı. 8-də çevirəmsə 2 üstü 3-dür burada. 2 üstü 3 üstü neçə? 29-un içində 3 neçə nə var? 9 dəfə. Neçə elədi? 27. Düzdürmü? Neçə qalğım qaldı? Vur 2 üstü 2. Ay sağ olun. Burada bir dənə qəribə qeyri-müəyyənlik alındı. 12 vurulsun 8 üstü 9. Tamam. Bu siz çaşdırmasın. Burada bu ədədi aldım. İndi yenə sadəcə burada 1 vur 26 var. Onu da çevirərəm eyni qayda ilə. Burada bərabərliyi silək. Bərabər yazmayaq. Sadəcə biz bu elementi asmışıq hələ ki. İndi gəlin bu bir elementi asaq. 26-nın özünü necə yazaram? 2 üstü 3-ün üstü 8 vurulsun 2 üstü 2 yəni 4. Düzdür? Yəni bu da oldu 4 vur 8 üstü 4. Razısınız? Bu zaten bəllidir. Bunu yaza biləcəyik. Bizim problemimiz harada yaranır? Bəli. 8 üstü 8. Bizim problemimiz burada yaranır 12-də. 12-ni də yenə belə yazacağam. Yenə cəm kimi yazacağam. Yəni nə qədər ki böyükdür, nəyə parçalar? 8-in qüvvətləri cəminə parçalar. 12-in içindəki 8 neçə dəfədir? Bir dəfə. Onda 12 necə yaza bilərəm? 8 üstə gəl 4 kimi. Onu da vuracam neçəyə? 8 üstü 9-a. 8 üstü 9 8-ə vursam nə qədər edər? 8 üstü 10. Üstə gəl 4 vur. 8 üstü 9. Razısınız bura qədərdir? Ən böyük qüvvətim neçədir? 10. Onun yerinə neçə yazacam? Əmsal yoxdur. 1. 9-un yerinə 4. Çünki əmsal 4-dür. Ay sağ olun. 8-in yerinə 0. 7-in yerinə 0. Yox, 8-in yerinə 0 yox. 8-in qiyməti var. Neçə dənədir? 4 dənə. Ay sağ ol. Burada bir dənə də 4-dür. Qalanlar hamısı nədir? 0-dır. 7-yə 0, 6-ya 0, 5-ə 0, 4-ə 0, 3-ə 0, 2-yə 0, 1-ə 0 və 0-a da bir dənə 0. 0. Aydın oldu mu? İndi eyni qaydanın altına çevirin görün. Eyni qaydanın altına çevirirsiniz.
Siz çevirməm bir dənə 2 dəqiqə işığa baxım. Görüm işığa başlanan oynasırıq. Tapdınız? Ne olursan. Tapamadın? Anlayın. Siz bir burada belə bir ədəd alınmışdı 2 dənə vurma kimi. Hə. Orada bunu 9 vuracaqsan ki 18 eləyəcək də. Sonra təzən 18, 16 yoxdur. elə məsələ oldu da ondan sonra ondan sonra parçalayacaqsan 18-i. Amma fərqi yoxdur ki, yəni bunları ayrı-ayrı parçalayım, sonra vururum. Yox, necə yəni? Bir var 9 vur ki 18, sonra Hə. 18-i parçalayım. Bir də var ki, 18-i ayrı-ayrı parçala da parçalayım. elə. 18-i parça 16 ilə 2 cəmi kimi ondan sonra davam edin. Getdi uşaqlar. Silirəm. 25 vurulsun 226 idi. 25 vur 226. Diqqət. 16-da çevirəm. Gəlin addım-addım gedək. Vaxtımız o qədər çox deyil. Əvvəlcə 25-i 16-nın qüvvətlərinin cəmi kimi yaza bilərəm. 25-in içində 16 neçə dənə var? Bir dənə var. Onda 16 üstəcək 9 kimi yaza bilərəm. Razısınız? Razısınız. Vurulsun 226. Əslində 226-nı birbaşa 16-nın qüvvəti kimi yazsam daha tez olacaq. 226-nı birbaşa 16-nın qüvvəti kimi yazıb sonra atacam. 226-nı birbaşa 16-nın qüvvəti kimi yazsam necə yazaram? Ay sağ ol. 204-ün üstü neçə dənə? 6 dənə. Neçə qalğım qaldı? Bəli, vurulsun 202. Yəni bu oldu belə. 4 vurulsun 16 üstü 6. İndi onu da vurub atsam, burada 16 var. Bu da 16 üstü 6-dır. Neçə dənə oldu? 16 üstü 7, yəni belə oldu. 4 vur, bunun yerinə 4 yazsam, 4 vur. 16 üstü 6 var, 16-ya da vursam, 4 vur, 16 üstü 7. Üstə gəl. Və buradan, 2 üstü 2-dən. Üstə gəl, üstə gəl. 9 vurulsun 4, vurulsun 16 üstü neçə uşaqlar? 7. İndi 9 vur 4, yenə neçədir? 36-dır. 16-dan böyükdürmü? Bəli, deməli mən bunu yenə qüvvətlərin cəmi kimi yazmalıyam.
36'nın içində 16 neçə dənə var? 2 dənə var, düzdürmü? Deməli onu 2 vurulsun 16 üstə gəl. Neçə kimi yazmaq olar? 4 kimi yazmaq olar. Mörtəziyə alıram, neçəyə vuram Ruslan? 16 üstü 7-yə. 4 vur 16 üstü 7 qaldı burada. Qabaqda 16 üstü 7 var. Mən başqa üsulla getmişəm də. Hadi birinci. Yo, bu 16 üstü 6-dır, düz deyirsən. Çünki axı burada 6-dır, vuranda 9-a 6 olur. Bu 16 üstü 6-dır, düz deyirsən. Bu da 16 üstü 6-dır. Bu da 16 üstü 6-dır. İndi amma bir məsələ var da. 16 üstü 6-dır. Buradakı 16-ya vuranda artıq 16 üstü 7-dir. Aydındır ki. Özü qabağında da 2 var. Yəni belə oldu. 2 vurulsun 16 üstü 7. 16 üstü yenə deyirəm. Burada 6 idi. Qabaqda burada da bir dənə 16 var. 16 üstü 7. Üstə gəlsin 4 vur. 16 üstü neçə uşaqlar? 6. Əmsalar hazırdır. Ən böyük qüvvət? Qüvvət. 7. 7, 6, 5, 4, 3, 2, 1, 0. Bilirəm. Bir dənə səbir ol, bax. Bir dənə də burada 16, 4 vursun 16, 7 də var idi. 4 dənə 16, 7 burada, 2 dənə də 16, 7 burada. Neçə dənə elədi? 6 dənə 16, 7. Deməli 16, 7-nin əmsalı 6-dır. Sən bildin? 6-nın əmsalı neçədir? 4. Qalanlar da yox, tam 0. Bildiniz? Mən burada 9 vur 4 36 idi. Onu belə yazdım. Bəli. Sonra onu da Vurdum açdım. Bəli. Hə, qalanda. Qalanda adi forma. Buna bir dənə verəm. 45 vurulsun 32 üstü 4, 5 olsun. Ədədini 8-yə çevirin, 16-lığa çevirin. Sürətdə olmuş olar. Elə eləyin ki, bunu eləməyimizə dəysin də. Sürətdə olur amma. 45 vur 32 üstü 5 ədədini 8-yə və 16-lığa çevirin, qardaşlar, bacılar. İfadə yazın hamınız göndərin cavabları. Yenə dərsdən mən başa düşmürəm. 2 dəqiqə şu olarsa səs gedəcək. Zəng edirəm, qayıdacaq sonra. Sonra səs düzəldi. Bəli, müəllim. Həşə. Tapın göndərin, gözləyirəm. Sürətli olmuş olar. Sürətdir. Sual belədir ki, 45 vurulsun 32 üstü 5 ədədini 8-yə çevirin, 16-lığa çevirin. Yəni bu tipdə düşə biləcək demək olar ən çətin sual. Bu biraz da uzadardı. 45 vur 32 üstü 5 də gəlsin, nə bilim 32 vurulsun. Falan. Mən sizə yerinizdə olsaydım birinci 32 üstü 5-i 16-lığa çevirərdim, sonra buna vurardım, elə yaxşıdır. Elə daha sürətli eləmiş olardı. Son işlədiyimiz sonra. Belə də eləyə bilərsən. Nasıl eyni yerə gəlib çıxasın. Son 1 dəqiqə, sonra izah keçirik. Yəni ikisi sual qoyum ki, 16 say sistemində düşə biləcək bütün sualları bitirək.
Uşaqlar, kim dərsin əvvəlindən qoşulmaq? Çünki biz daha bunu qayda bilməyəcəyik. Bizim vaxtımız yox. Hər gün 3 mövzu təkrarlaya belə imtahan düşə biləcək suallardan axıra çatacaq. Allah izin versə. Və bax, bitdi, bizim o qədər vaxtımız yoxdur. Getdik. Diqqət. Deməli, sual belə idi ki, necə idi Ruslan? 45 vurulsun, 32 üstü 5. Fərdə diqqətim burada. Birinci uşaqlar, 32 üstü 5 də varsa, 2 üstü 25. Onda bunu belə yazmaq olar. Birbaşa da 45-i gəlin 16-nın qüvvətlərinin cəmi kimi yazaq. 45-in içində neçə 16 var? Aydındır ki, 2 dənə. Yəni belə olacaq. 2 vurulsun 16. Neçə qalığım qaldı? Üstəgəl olmuş. Mötərizəyə aldım. 225 eləmişdim. 225-i indi 16-lığa çevirsəm, aydındır ki, bu olacaq belə. 2 üstü, 4-ün üstü, 25-in içində sən 4 var. 6 dənə. 6 dənə var, düzdür. Vurulsun 2 üstü 1 var ki, ümumilikdə bu 25 edir. 25 edir mi? Baxıram, hər ehtimalla. Bəli, edir. Burada da edir. Çünki vuranda qüvvət üstləri toplandı. Qüvvətin qüvvəti olanda vuruldu. 4-ün üstü 6, qüvvət üstləri vuruldu 24. 2 üstü 1 ilə də toplandı, elədi 25. Deməli, ödədi. Bu da aydındır ki, bu formada yazmışamsa bu neçədir? 16 üstü 6 vurulsun 2. Razısınız? Bərabər. 16 üstü 6 vurulsun 2-ni. 2 vurulsun 16-ya vuranda nə olacaq? 4 vurulsun 16 üstü 7. Üstə gəl. Bir dənə burada 13 var. 13-ü də vursam 2-yə 26 vurulsun. Bəli, 26 vurulsun 16 üstü 6. İndi burada bir problem var mı? Yox, əmsal 16-dan balacadır, problem yox. Burada isə problem var, çünki əmsal 16-dan böyüdür. Onda 26-ın yəni 16-nın qüvvətlərinin cəmi kimi yazacağım. Bunu belə yaza bilərəm. 16 və yaxud da 16 vurulsun 1 üstə gəlinsin. Nə kimi? 10 kimi. Yəni vuracam bunu neçəyə? 16 üstü 6-ya. Vuranda aydındır ki, bu eləyəcək 16 üstü 7 üstə gəlinsin. 10 vurulsun 16 üstü 6. Razısan Ruslan? İndən mövqübət neçədir? 16 üstü 7-dir. Burada neçə dənə var ondan? 4 dənə. Burada neçə dənə var? 1 dənə. Deməli, nə qədər oldu? 5 dənə. Deməli, 7, 6, 5, 4, 3, 2, 1 və 0. 16 üstü 7-də oldu 5. 16 üstü 6 var mı? Var. Neçə dənədir? 10 dənə. 10 əmsalı A. 5 yoxdur. 4 yoxdur. 3 yoxdur. 2 yoxdur. 1 yoxdur. 0 da yoxdur. Kim bu cavabı almışdı? Fəridə. Sən. Bundan bir dənə də verin. Ben başa düşmədim ki. Mən yazmaz. 8-yi nasıl izah edəcəm? 8-yi Ben izah başa edəcəm. düşmədim. 8-yi də yenə eyni formada olacaq. Rekordu izləyərsən, çaş rekordu əvvəlindən qoşulardın. İndi 8-yi izah edəcəm, da başa düşəcək. YouTube atdıqlar bizdə. Hə. İndi, uşaqlar, gəlin bunu 8-yə çevirək. 45-i yenə yazıram. Bu dəfə nə ilə ifadə edəcəm? 8 ilə ifadə edəcəm. Necə ifadə edərəm? 5 vurulsun 8, üstə gəl 5. Razısan Ruslan? Aytan razısan? Bəli, Bax, mənim. 8-yə çevirəndə hər şey 8-in qüvvəti kimi göstərməliyəm. 45-i 8-in qüvvətlərinin cəmi kimi göstərirəm. Onda bunu belə yaza bilərəm. 45-in içində 8 var, 5 dənə. 5 vur 8, neçə elədi? 40, neçə qaldı? 5. Bura yazdım, 8 vur 5 üstə gəl 5. Onsuz 45 eləyir. Vurulsun. 32 üstü 5 yazıb. 32-ni belə yaza bilərəm. 2 üstü 5. Bir dənə üstündə 5 var, elədi 2 üstü 25. Bura qədər də aydındır. Bəli. Aha. İndi 2 üstü 25-i neçəliyə çevirmək istəyirəm? 8-liyə. Deməli, mən bunu belə yazacağım. 2 üstü 3-ün üstü neçə? Neçədən 2 üstü 3 var ayətən 25-in içində? 7. 8 dənə. 8 dənə 3, elədi 24. Neçə qalğım qaldı? 1. O da vurulsun 2 üstü 1. Qalaq da gəldi bura. 25 eləyir mi? Bəli, 3 vur 8, 24. Burada da bir dənə var. Elədi 25. Ödəyir. İndi, deməli, mən bunu yenə belə yaza bilərəm. 8 üstünə 8 vurulsun 2. Razısınız? İndi vurub neyini yiyəcəm onu? Atacam. 8 üstü 8 vurulsun 2-ni. Bir də 8 vurulsun 5-ə vuranda. Burada eləyəcək 8 üstü 9 vurulsun 2 vur 5, 10. Bəli. Güzeldir. Yandır. Hə. Element deyən idi, boşalmışdı.
Hə, nə olmuşdu bəs? Onda dünən əsasən fazaya qoyulur. Amma bəzi hallarda elektrik cərəyanında qarışma olur və nolda da faza olmuş olur. Yəni müsbət yük həm iki fazanın ikisində də var. Bir naqildə də var, digər naqildə də var. Bu zaman qısa qapanma zamanı bir avtomat sönsə də digər plyusun qalmağı yenə yanğına səbəb olmağa gətirir sadəcə. İkisi eyni vaxtda atmalıdır. Ona görə siz evin içində əlavə bir elektrik qutusu qoyun. Həm müsbətə bir dənə avtomat qoyun, həm mənfiyə bir dənə avtomat qoyun. Hər ikisinə bir avtomat qoyun. 100% lazımdır bu. Dünən bizim evimiz yanacaqda olması, yenə deyirəm. Çox vacib məsələdir. Avtomatınız da aydın ki, güclü avtomatlar olsun. Orada var 32-lik var, 40 neçəlik avtomatlar var. Ən yaxşısından alın ki, böyük avtomatdan. O təzyiqə tab gətirsin. Getdik. İndi uşaqlar. Burada 808 volt 8-ni yazdınız ki. necə? 2 üstü 3 üstü 8. 225-i 8-yə çevirirəm də, Aytən. 225-i 8-yə çevirəndə nə edirdim? Qüvvəti bölürdüm 2-nin qüvvəti olan 3-ə. Çünki 8-li çevriləndə 2 üstü 3 kimi çevirirdik. Çünki 8 2 üstü 3-dür. 25-i də 3-ə böləndə belə düşün. 8 öz 2 üstü 3-dür. 2 üstü 3-dən 25-in içində neçə dənə var? Neçə dənə var Aytən? 8 dənə, 8 düzdür? dənə. 8 dəfə 3 neçələrdir? 24. Neçə qalıq qaldı burada? 1. Deməli, mən burada 2 üstü 1 yazmalıyam ki, ümumilikdə 25 eləsin. 2 üstü 3-ün də yerinə elə 8 yazıram. Qüvvətdəki 8-də olduğu kimi qaldı. Vur 2-də olduğu kimi qaldı. İndi vurub atacam. Burada eləyəcək artıq 8 üstü 8-də bu 8-də vuranda 8 üstü 9. 2-ni 5-ə vuranda elədi 10. Gördünüz? Bir dənə 8-dən böyük nəyim var? Ədədim var. Deməli, təzən bunu neynəyəcəm? Bir də parçalayacam. Başqa çarəm yoxdur. Üstə gəl. 5 vurulsun 2, bir dənə də yenə 8 üstü 8. Yəni 10 vurulsun 8 üstü 8. Buradakı onları da belə yaza bilərsin. Nə kimi? 8 üstə gəl 2 kimi. Bunu da 8 üstə gəl 2 kimi yazıram. Bunu da 8 üstə gəl 2 kimi yazıram. Belə yazandan sonra vurub atsam 8 üstü 9-u buradakı 8-ə vursam 8 üstü 10. Üstə gəl. 2 vurulsun 8 üstü 9. Üstə gəl. Yenə 8 üstə gəl 2-ni buradakı 8 üstü 8-ə vursam 8 üstü 9. Üstə gəl. 2-yə vursam 2 vurulsun 8 üstü 8. Bura qədər razısınız? Bundan sonrası. İndi ən böyük qüvvətimiz neçədir uşaqlar? 8 üstü neçə? 10. 8 üstü 10-dan cəmi bir dənə var. Yazıram 1. Sonra gəlir 8 üstü 9. 2 dənə burada var, bir dənə burada var. Elədi 3. 8 üstü 8-in əmsalı 2-dir. Qalanların da əmsalı neçədir? Hamısını 0-dır. Belə alan. Başa düşdünüzsə. Elə almışdın. Ümidvaram ki, daha başa düşdünüz bu mövzunu. İndi, bax, burada düşə biləcək digər sual. Diqqətli olun. Mən düşünmürəm 16-lıqdan 8-liyə falan keçid kimi belə bir qəribə sual düşür. Bir də bir sənə düşə bilər. 16-lıq say sisteminin rəqəmləri müxtəlif ən böyük 3 rəqəmli ədədi ilə atıram. 16-lıq say sisteminin rəqəmləri müxtəlif ən kiçik 3 rəqəmli ədədinin hasili 8-likdə nəyə bərabərdir? Neyi neyərsiniz? 16-da vurmaq bilirsiniz də. 16-da vurmaq eləyəndə necə vurmaq lazımdır? Vurursan neçəyə bölürsən? 16-ya bölürsən. Bilirsən o vurmanı? Yox, qəti. Vuramırsan? Gəl belə 16-da vurmanı belə qısaca bir göstərim sizə. Məsələn, deyirəm 26 45. Yaxşı, onda çaşırsan, ayıqda çaşırsan, onda ağ qoy. Ədədlər böyük olacaq. Yaxşı, onda belə deyirəm. 2F vurulsun 3A. Olar? Vururam. 16-lıqda. F'in qiyməti 15. 10 vur 15, 150. Hansı say sistemdəyəm? 16-lıq. Deməli, 150-ni neçəyə böləcəm? 16-ya böləcəm. Neçə dəfə düşdü? Deməli, 10 dəfə düşməz, aydındır ki, düşəcək 9 dəfə. 9 dəfə düşsə, nə qədər eləyəcək? Aha. 144. Neçə qalığım qaldı? 6. Buradan qalan qalığı yazıram bura. 6. 9 dənə də yadda. 2 vura. 20. 9 da yadımda. 29. 29'u yaza bilmərəm. 29'u bölürəm 16-ya. Neçə dəfə düşdü? Bir dəfə qalığım 13. 13'ün qiyməti nədir 16-lıqda? D-dır. D-ni yazdım.
Bir yadda. Qabaqda başqa vurmağa ədədim yoxdur. Bir düşdü qabağa. Adi onluqda kimi. Onluqda vururam, 10-a bölmürəm. İndi 16-ya bölürəm. İndi yeni qayda ilə. 3 vurulsun ev. 45. 45-in içində 16. Neçə dəfə düşür? 2 dəfə düşür. Neçə qalıq qalır? Gəl belə eləyək. Saçırsınız. Birbaşa bölək. 45, 16. 2 dəfə düşdü. Elədi 32. Qalığım yenə elədi 13. 13-ün qiyməti nədir? D-ını buraya yazdım. Bir mərtəbə bu yana sürüşdürəm. Daha adi. Neçə yadda? 2 yadda. 3 vur 2. 6. 2 dənə də yadda 8. 8 16-dan balaca nə elədim? Olduğu kimi yazdım. 6 düşdü. D-nin qiyməti 13, bu da 13. Nə qədər elədi? 26. 26-nı sən 16-da yaza bilməzsən, 16-ya bölürsən, neçə qalır? A qalır, yəni 10 qalır. Onu A kimi yazırsan, neçə yadda? 1 yadda, 1 üstə yaz 8. 9 bir dənə də yadda 10, onun da qiyməti A-dır. Gördün? A, 6. Bu da asan. Nəinki çevir bunu onluğa, nə bilim, neynə? Olmaz. Belə. Biz bunu bölməsi öyrənmişik. Yox, bölmə çünki Bölməsi. istifadə etməmişik. Bölmə biraz beyninizi qarışdıracaq. Bölmə düşməyib deyin. Nəysə, belə hasil tapdınız. 8-ə çevirməklə nə edərsən? 2-yə çevirərsən, oradan da sən 8-ə çevirərsən. Gördün mü asanlıq? Amma yoxsa mən bunu çevirim onluğa, onluqda vurum. Sonra təzədən bir də 8-yə çevirim, bölüm 8-yə. Görsən, uzundur. Lazım deyil. Uzun uzadı gəlir. Hətta sənə belə eləyə bilərdi. Lap çətin. Deyərdi ki, bunların aslını 16-da göstər. Sən bunu əgər 16-da vurmağı bilmirsənsə, nə etməlisən? 10-luğa çevir. Vur. 16-ğa qaytat. Neçə əməliyyat elədi? 3 əməliyyat elədi. Neçə əməliyyat elədi? 1 əməliyyat. Sadəcə. Vaxtı gör nə qədər qalar. Adi vurma bölmədə heç bir şey yoxdur. 16-da bir-birinə vurursan. 10-luqda